Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bu gün sizlərə imtahanda istifadə olunmuş sualların ikinci hissəsini təqdim edəcəm. Və onu da qeyd edim ki, aldığım rəylər məni çox sevindirdi. Buna görə hər birinizə təşəkkür edirəm ayrıca. Çox sağ olun, var olun ki, diqqət ayırırsınız. İnşallah bundan sonrakı günlərdə də çalışacağam ki, sualları tez bir zamanda və ən dəqiq formada sizlərə çatdırım. Ondan da əlavə təkrar bir məqamı vurğulayım. Mən bunu rəylərdə görürəm deyə təkrar toxunacağam bu məsələyə. Baxın, mənim burada izahda sizə çatdırmaq istədiyim odur ki, müəllimlər bu suallar düşüb və bu mövzulara toxunublar. Amma mən o sualları müəllimlərin dilindən götürüb yazıram. Yəni o sualların hər hansısa biri e, tamamilə imtahanla bağlılığı olmayan, əlaqəsi olmayan qondarma sual deyil. Sadəcə müəllimlər yadlarında qalanları deyiblər ki, müəllim, məsələn, bizə bu düşmüşdü. Mən də dəyişiklik etmədən, yəni necə deyirlər, bəzəmədən olduğu kimi orijinal versiyada istəyirəm onu sizlərə təqdim edeyim. Aydındırmı? Baxın, bunu dönə-dönə deyirəm. Bu sualları müəllimlərin dilindən mənə nə deyirlərsə, onları toplayıb sizlərə təqdim edirəm. Mənim burada məqsədim sizlərə hansı suallar düşüb, hansı məzmunda olubdur, bunu çatdırmaq, eyni zamanda hansı mövzulara toxunublar, onu izah eləməkdir. Aydındırmı, müəllimlər? Belə. Hə, yəni bu məsələlərə rəylərdə çox toxunmayaq. Bəzən olur müəllimlər çox dərinliyə gedir. Necə? Müəllim, orada ürək sözü yox, imtahanda könül sözü yazılıb. Mənim dediyimin sinonimin deyir. Onu da mən özüm yazmamışam ki, müəllim çıxır imtahandan, mən elə deyir, mən də sizə olduğu kimi çatdırıram. Və rəydə bəzən olur, dediyim kimi elə ifadə yazında baxıram ki, onsuz rəydə yazan müəllim qeyri-adi heç nə yazmayıb. Mənim dediyimin sinonimi yazıb. Məsələn, mən demişəm ürək, o da qayıdıb yazıb ki, könüldür. Bir fərq yoxdur, yaxın mənasını yazır. Təbii ki, metodika suallarında deyirəm, amma indi ürək könüllü mən misal olaraq verdim ki, yəni nəyi demək istəyirəm, onu çatdırım. Belə xırda məqamlara fokuslanmağa gərək yoxdur. Siz mahiyyət və sual necə düşüb, ona diqqət ayırın. Yaxşı. Hə, indi isə gəlin başlayaq suallarımızın izahına. 9-cu sual. Sponsor sizə layihə hazırlamağı tapşırıb, siz o layihəni qarşı tərəfi inandıraraq elə təqdim edin ki, sizə maliyyə ayırsın. Hə, məsələn bunu deyirəm mən. İndi eləsi olur yazır, maliyyə yox müəllim, orada pul yazılmışdı. Hə, nə oldu? Nə dəyişdi axı? Bu situasiyanın cavabını dəyişirmi? Yox. Gələn rəylərin bəziləri belədir. Baxırsan ki, bir mahiyyəti yoxdur mesajın, rəyin. Müəllim, siz maliyyə demisiniz, orada pul yazılmışdı axı. Nə fərqi qaldı? Bu cavabı dəyişirmi? Yox. Xeyr. O baxımdan belə yerlərə fokuslanmayaq. Siz fokuslanın ki, bu sual nə istəyir sizdən? Yəni hansı cavabı təyin etməliyik biz? Nəyi tapmalıyıq? O da önəmli olan məsələ. Deməli, sponsor sizə layihə hazırlamağı tapşırıb, siz o layihəni qarşı tərəfə inandıraraq elə təqdim edin ki, sizə maliyyə ayırsın. Tapşırıq idraç taksonomiyasının hansı mərhələsinə uyğundur? Gəlin baxaq. Deyir ki, siz o layihəni qarşı tərəfi inandıraraq elə təqdim edin ki, sizə maliyyə ayırsın. Burada əslində önəmli olan açar sözdə məhz budur. İnandıraraq. Mən öz fikirlərimə, öz ideyalarıma qarşı tərəfi inandırmaq üçün öz fikirlərimi müdafiə etməyi bacarmalıyam. Arqumentlər gətirməliyəm, fikirlərimi əsaslandırmalıyam, ideyalarımı müdafiə etməliyəm. Elə deyilmi? Öz mövqeyini qorumaq, öz mövqeyini müdafiə etmədə dəyərləndirmə mərhələsidir. O baxımdan burada cavab C variantıdır. Yaxşı müəllimlər, gəlin keçək növbəti suala. Bunu biraz kiçildim. Aha. Xarici dil üzrə tapşırıq. İngilis dili müəllimlərinə düşübdü, səhv eləmirəmsə. Burada mövzu olub, əvvəlcədən deyim. Sadəcə mövzu müəllimin yadında qalmamışdı deyə, hansı mövzu olub? Mövzu yadında qalmamışdı deyə mən xarici dil yazmışam, amma dili ingilis dili dedim, dəqiq bilmirəm ha. Çünki müəllim ya rus dili olmalı idi, ya ingilis dili belə axır ki düşüb. Və mövzu yerində əslində bir mövzu olub. Sadəcə müəllimin yadında bir neçə müəllimdən əslində maraqlandıq. Yadda dəqiq qalmayıb. O baxımdan mən onu yazmadım artıq. Elə tanış olduqları mövzu yazdım. Çünki yenə burada mövzu yox, ondan sonrakı hissə bizə önəmlidir. Gəlin baxaq.
Müəllim şagirdlərə tanış olduqları mövzu ilə bağlı araşdırma aparıb təqdimat hazırlamağı tapşırır. Şagirdlər bu zaman tarixi faktlara dayanaraq təqdimat hazırlamalıdırlar. Şagirdlər araşdıraraq, müxtəlif materiallardan oxuyaraq, video saxları izləyərək təqdimat hazırlamalıdırlar. Burada bildiyimiz kimi xarici dil dərsidir. Üstəgəl verilən tapşırıqda tarixi faktlara istinad edəcəyik və fənlərarası inteqrasiya özünü göstərir. Avtomatik B çıxır, C çıxır və D də çıxır. Qalır A-nan E variantı. Eyni zamanda fəndaxili də görmək olar burada. Çünki oxu məzmun xətti də var. Dinləyib anlama məzmun xətti də var. Video çarxları izləyərək, video çarxı izləyən zaman da dinləyib anlama qabiliyyəti lazımdır da mənə. Dinləyib anlama da var, oxu məzmun xətti də var. Müxtəlif məzmun xəttlərinin eyni zamanda yuxarıda da bunu müşahidə edə bilərik. Müxtəlif məzmun xəttlərinin əlaqəsi var fən daxilində. Bu artıq fən daxili inteqrasiya sayılır. Biz nə zaman fən daxili götürürük? Əgər bir fənin daxilində müxtəlif məzmun xəttlərinin əlaqələri olarsa və ya müxtəlif siniflərdə alt standartların əlaqəsi olarsa, o zaman deyirik, bəli, bu fən daxilidir. Aydındırmı? Bu da eyni halda. Sinifdə eyni fən daxilində müxtəlif məzmun xəttlərinin əlaqəsi qurulub deyə fən daxili və fənlərarası cavab E variantı. Gəlin keçək 11-ci suala. Bunu da böyüdək, rahat görə bilək deyə qələm götürdük. Tapşırıq. Çətin mövzunu oxuyub, onu başqalarının da başa düşə biləcəyi dildə izah et. Taksonomiyanın mərhələsini tapın. Baxın, müəllim şagirdə deyir ki, çətin mövzunu oxu və onu başqalarının da başa düşə biləcəyi dildə izah elə. Yəni, sadə dildə izah elə insanlara. Biz bilirik ki, anlayıb, oxuyub, anlayıb, anladığını başqa şəxslərə, digər insanlara izah etmək elə özü anlamaq mərhələsidir. Cavab B variantı. Aydındırmı? Sadə olub, rahat sual olubdur. Çətin mövzunu oxu deyir və onu öz sözlərinlə, başqalarının da başa düşə biləcəyi dildə izah elə. Biz də bilirik ki, öz sözlərinlə izah eləmək deyirsən, müəllim, burada öz sözlərinlə yoxdur, amma sual bizə onu deyir də, başqalarının da başa düşə biləcəyi dildə izah elə. Yəni, öz sözlərinlə çatdır bunu, sadələşdir, çatdır. Bu da anlamaq tələb edir bizdən. Gərək mən o mövzunu anlayım ki, hələ başqalarına da izah edə bilim. Anlamayan insan izah edə bilməz. Yaxşı, cavab E variantı. Keçək 12-ci suala. Qələmimizi götürdük. Müəllim şagirdə deyir ki, verilmiş mövzuda elə arqumentlər gətirməlisən ki, yoldaşların da sənə inansınlar. Tapşırıq Benjamin Blomun taksonomiyasına əsasən hansı mərhələyə uyğundur? Burada yenə mövzu olubdur, mövzu adı olub. Əvvəlcən sizə deyim, yəni sonra deyə say müəllim, bəs belə vermirsiniz siz. Burada mövzunun adı olub, amma fərqi yoxdur. Mövzu X deyək, yəni hər hansı bir mövzu ola bilər. Onun bir fərqi yoxdur. Önəmli olan digər hissədir. Ona görə mən verilmiş mövzuda yazmışam. Yəni yenə rəylərdə, ay müəllim, burada filan söz yazılmışdı, filan mövzu yazılmışdı. O gərək deyil. Olsun X mövzu, Y mövzu. Önəmli olan ondan sonrasıdır. Nə deyir? Elə arqumentlər gətirməlisən ki, yoldaşların da sənə inansınlar. Sənə inansınlar. Söhbət məndən gedir. Mən bayaqki gördüyümüz situasiyaya bənzəyir. Mən özümə inandırmağa çalışmalıyam yoldaşlarımı. Arqumentlər gətirərək. Aydındırmı? Bu arqumentləri mən gətirirəm və mən niyə görə gətirirəm? Özümə, yoldaşlarımı inandırım deyə. Yenə burada özünü müdafiə var. Özünə insanları inandırma var. Bayaqki layihə məsələsi kimi. Və bu da yenə gətirib dəyərləndirməyə çıxarır və təbii ki, cavab da belə olub. Dəyərləndirmə mərhələsi. Mən burada özümə inandırmaq üçün arqumentlər gətirəcəm. Yəni, özümü müdafiə etmək üçün bunu edəcəm deyə dəyərləndirmə götürülür. Bu da belə. Görək sonra yenə sual varmı? Sonra yoxdur. Hə, yox imiş. Həqiqətən yox imiş. Müəllimlər, bugünlük bu qədər. Amma inşallah sabahki gün kanalı izləmədə qalın. Yenə sizlərə isti-isti və dəqiq şəkildə sualları çatdırmağa çalışacağam. Allah amanında qalın. Növbəti izahlarda görüşmək ümidi ilə inşallah. Sağ olun.